Hər vaxtınız xeyir olsun. Ümumi sınaq üçün izahına baxırıq. Birinci, cümlələrdən birində doğru işarəsi səhvi əvəzliklə bağlıdır. Gəlin baxaq. Demək, şairin sözləri qılıncdan da kəskinmiş. Burada demək, modal sözü ilə əlaqəli bir durğu işarəsi səhvi var. Sən demək, yenə burada bir ara söz görürük və eyni zamanda bu durğu işarəsi səhvi əvəzliklə bağlı deyil, təbii ki. Növbəti, o bu sözləri deyərkən bizi nəzərdə tuturdu. Burada odan sonra əvəzlik gəldiyinə görə vergül qoyulmamalıdır. Gəncədə o hamının sahib seçdiyi bir müəllimə çevrilmişdir. Burada da yenə əvəzlik gəldiyinə görə vergül qoyulmaz. Odan budan sonra mübtəda olsa belə, əgər əvəzlik, daha sonra fe'li sifət istisna, digər bütün formaları fe'li sifətdə qoyulur. Bax, bu istisna qalan bütün formalar, istər təsriflənən forma, istərsə də təsriflənməyən formada vergül qoyulmaz. Daha sonra, əgər özündən sonra qoşma gəlirsə, təbii ki, bu mübtəda olmaqdan da bəzən çıxa bilər. Çünki, məsələn, o barədə, nə barədə artıq tamamlıqdır. Yəni, istənilən halda odan sonra qoşma gəlirsə, vergül qoyulmaz, bunu deyə bilərik. Və daha sonra, odan sonra ədat gəlirsə, burada da vergül tələb etməz. Beləcə, C və D variantlarının səbəbini də ətraflı şəkildə izah elədik. O, ilin 9 ayı işləyib, 3 ay dincəlirdi. O, burada vergül qoyulmalıdır, çünki özündən sonra isim gəlib. İsim gələndə, sifət gələndə, say gələndə, zərf gələndə, fe'li sifət gələndə, modal söz gələndə və nida gələndə özündən sonra vergül qoyulacaq. O və budan sonra təbii ki. Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Çətin bir də daş üstə daş bitirəm, niyə uçdu bu qalaçıq bilmirəm. Nümunədə yazılışı ilə tələffüzü fərqlənən neçə söz var. Səndən, səndən. Ömürlük, ömürlük. Bax, burada iki yerdə ömürlük. İki yerdə tələffüz fərqi müşahidə olunur. Xatirə səs uzanması da fərq salmır. Məndən yenə d-nı, n-nı şəklində. Sənə nə qalacaq? Burada xılaşma var. Deməli, gəlin yazaq. 1, 2, 3, 4. Hələ ki 4 dənəsini tapdıq. Çətin bir də daş üstə, burada t-dı əvəzlənməsi var. Onu da sayırıq. 5. Daş bitirəm. Niyə uçdu? Bir də bu var. Bu qalaçıq bilmirəm. 6, 7 ədəd yazılış və tələffüz fərqi müşahidə olunur. Cavabımız D variantı. Növbəti 3-cü sual. Sözlərdən birində sözün kökü ilə yarandığı nitq hissəsi üst-üstə düşür. Baxaq, sözümüzün kökü boya fe'lidir. Hardan bildim? Boya həm isimdir, həm fe'ldir. Çünki özündən sonra gələn aq, əq şəkilçisi fe'ldən isim düzəldən şəkilçidir. Dolayısıyla bu sözün kökünün isim olması təbii ki, qeyri-mümkündür. Çılıq. Bu sözün başlanğıc forması sonacandır. Sözün kökü hansıdır? Boya fe'lidir. Bəs bu sözün, boyaqçıl sözün yarandığı nitq hissəsi hansıdır? Özündən bir əvvəl, yəni boyaqçı sözü. Boyaqçı sözü nədir? İsimdir. Deməli, üst-üstə düşmədi. A variantı getdi. Daha sonra keçirik bitkiçilik sözünə. Bitmək, bitki, bitkiçi, bitkiçilik. Bitkiçilik sözü yenə bitkiçi ismindən yaranıb. Bitmək də fe'ldir. Eyni A variantında olduğu kimi. Sonra qucaqlaşmaq. Gəlin buna baxaq. Sözümüzün kökü quc, qucmaq fe'li. Aq, qucaqla, qucaqlaşmaq. Sözün kökü fe'ldir. Qucaqlaşmaq sözü qucaqla fe'lindən yaranıb. Deməli, cavabımız C-dir. Quruluq sözünə gəlin baxaq. Quru sifətindən quruluq ismi yaranmışdır. Burada yenə qurumaq fe'linin olmadığını hardan bildik? Təbii ki, şəkilçisindən bildik ki, bu adlardan isim düzəldən şəkilçidir. Sarsılmaq sözü də ümumiyyətlə sözümüzün köküdür. Beləliklə, variantımızı əldə etdik. Növbəti 4-cü sualımız. Sözlərdən birinin leksik mənası göstərilməmişdir. Dilemma. Dilemma elə bir şeydir ki, iki seçim verirlər sənə. Sən bu iki seçimdən heç birini seçmək istəmirsən, amma məcburən birini seçməlisən deyə məcburiyyətdən doğan bir hadisədən ötürü sən yəni bu variantı seçməlisən. Baxın, burada nədir? İnsanın
İstəmədiyi halda iki seçimdən birini seçmə məcburiyyəti. Baxın, bu dilemmadır. Qarşısına yazdıq. Düşmənçilik, ikrah hissi, antipatiya. Bunu da qarşısına yazdıq. Çox mədənli, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət, multikulturalizm, multi sözdə ilə çox deməkdir. Eyni poli sözündə olduğu kimi poliglot məsələn, orada çox dili bilən anlamını verir. Burada multikulturalizmi qeyd eləsək, qısa yazdıq. Daha sonra nə qaldı bizdə? Özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, bu empatiya hissidir. Və sonda D variantında deyir ki, həyatda hər şeyi yaxşı görmə, gələcəyə inanma ilə bu optimizmdir. Pessimizm isə onun tam əksidir. Yəni, tam əksi həyatda hər şeyi pis görmə, gələcəyə ümidsizlik hissi aşılayır pessimizm. Cavabımız D-dir. Növbəti 5-ci sualımıza baxaq. Cümlələrdən birində ikinci dərəcəli üzv işlənməmişdir. Onların yoldaşlığında nədə işləndi? Soyuq münasibət yenə işləndi, arxasına getməyək. Can evimə sığışmayan arzular. Hansı arzular? Can evimə sığışmayan arzular. Burada da var. Gizli nifrət, açıq danışıqdan təhlükəlidir. Burada da var. Təyin və tamamlıq var. Böyüklər uşaqlara yardım etməlidir. Böyüklər kimə, uşaqlara nə etməlidir? Yardım etməlidir. Burada da var. Mənim bugün sənə çox sualım var. Əgər yəliyi gördümsə, mənsubiyyəti görənə qədər bütöv cümlə üzvüdür. Deməli, bu mübtədadır, var isə xəbərdir. Cavabımız E variantı. Növbəti varianta, yəni bəndimizə keçək. 6-cı sualımız. Buyurun, kəskinləşdirdik sözü ilə eyni tərkibdə olan sözü müəyyənləşdirin. Gəlin baxaq. Kəs, kəskin, kəskinləş, dir, ki. Əgər dik varsa söz sonunda, feilin sonunda təbii ki. Əgər dim, belə yazaq da, gəlin bunu dıq üstü 4, sonra dım üstü 4. Təbii ki, bunların şəxslər üzrə dəyişdiyinə görə bunu qeyd edirəm. Məsələn, gəldik, getdik, gördük, qalın saitli söz artırıla bilər, dodaqlanan saitli söz artırıla bilər və bu zaman o saitlər dəyişəcəkdir. Sonra dın ola bilər, sən yazdın, sən oxudun. Maz ola bilər, qeyri-qəti gələcək zaman inkar forması. Sonra ola bilər mır. Bu şəkildə olursa, burada mütləq 2 qrammatik şəkilçi var. Bir şəxs sonluğu, bir də zaman. Baxın, bu şəkildə götürülür. Burada da inkarlıq və qeyri-qəti gələcək. Burada da inkarlıq və indiki zaman şəkilçisi var. Bu ikisində ümumiyyətlə, hamısında 2 sait yanaşı gəldiyinə görə şəkilçilərdən biri saitini itirir. Burada da 2 sait yanaşı gəldi. Mə və ar, mə və ir, ür. Mə öz saitini qurban verir. Burada isə tam tərsinə şudi keçmiş zamandır gördüyünüz kimi. D öz saitini qoruyur, iç, üç öz saitini qurban verir. Bax, burada da bu şəkildə fərqlilik var. Ona görə də sərhəddini çəkəndə D-nı ayrı, I-mı ayrı götürmürük. D-nı götürürük, M-nı tək götürürük və yaxud da N-nı tək götürürük. Bu şəkildə belə bir dəyişiklik var. Baxaq, sınaq, sınaqdakılar. 2 leksikdir, amma bizə lazımdır 3 leksik. Ona görə A variantı getdi. Keçirik B variantına. Qurulanmır. Quru, qurular, sonra bu adlardan feillərdən şəkilçidir. Lalanlaş, ar-al, aş. Baxın, bunu yadınızdan çıxartmayın. Bu adlardan feillərdən şəkilçilərin melodik ahəngidir. Yəni, bunu bu şəkildə öyrənsəniz, sizə onu yadda saxlamaq daha rahat olacaq ki, bu tipli suallarda daha rahat vaxt sərf etmədən, məsələn, bu şəkilçini yada salım, nədən nə düzəldirdi və yaxud da kökə baxım, sual verim, bu dərdlərdən sizi xilas edir. Lalanlaş, ar-al, aş. Baxın, söz kimidir. Lalanlaş, ar-al-aş. Sonra gəlir ilk imsə sasə, ilda, a. Məsələn, bu şəkildə davam edir. Amma ən can alıcı nöqtəsi ki, ən çox da işlənən şəkilçilərimiz lalanlaş, ar-al, aş. Bunları bilməkdir. Sonra n, m, ir. 2 leksik, 2 qrammatik. Əsəb, əsəbi, əsəbiləş, miş, iş.
İlk daha doğrusu 2 leksik, 2 qrammatik. Aç, açıq, açıqla, açıqlan, mı, ır. Gördüyünüz kimi cavabımız D variantıdır. Feildən sifət düzəldi, sifətdən təzədən feil düzəldi, feildən feil düzəldi və 2 dənə qrammatik şəkilçi artırıldı. Cavabımız D variantı. Tanışlığımız sözündə isə 2 leksik, 1 qrammatik şəkilçimiz var. Bunların hər birini silək və 7-ci sualımıza keçək. Məntiqi acığı tamamlaya bilən əməl yaz növünü müəyyənləşdirin. Aks, sərəncam, əmr. Görürsünüz, bu rəsmi üsluba xas olan düzdür. Bəlkə də üslub keçməyə yəni o qədər ehtiyac deyil. Ancaq ki, baxanda yəni bu dövlət sənədləridir də. Yəni bu rəsmi sənədlərdir, belə deyək, rəsmi sənədlərin dilidir. Ona görə də bizə lazım olan elə bir sənəd növüdür ki, bu yalnız rəsmi formada həyata keçirilsin. Yəni şəxslərə yox, hüquqi şəxslərə aid olmasın da, bir təşkilata, quruma və s. aid olsun. Tərcümə, hal, ərizə, reklam, etibarnamə, bunlar şəxslərə aid olan bir şeylərdir. Amma qanun təşkilata, quruma, yəni bu məsələn nizamnamə qəbul olunur. Bax, o da bir dövlət müəssisəsinə aid, məsələn, hərbi hissələrin nizamnaməsi olur və s. Bunu da yazmaq olardı. Qanun isə sırf dövlət tərəfindən qəbul edilən bir şeydir də, yəni konstitusiya qanunları ola bilər, ümumiyyətlə təhsil qanunları və s. Bunlar hamısı daha rəsmi sənəddir. Digərləri isə işgüzar sənədlərdir daha çox. 8. İllər öncə şəhərlərdən birində xeyli oğlan uşaqları dünyaya göz açdı cümləsində qrammatik cəhətdən işlənmiş səhvi müəyyən edin. Baxın, burada heç bir yerdə səhv yoxdur, ancaq oğlan uşaqları yox, oğlan uşağı olmalı idi. Çünki xeyli sözündən sonra gələn isim təkdə olmalıdır. Burada da söz birləşməsidir. Söhbət oğlandan getmir, oğlan uşağından gedir. Ona görə də yəni oğlanın təkdə işlənməsi kifayət deyil. Uşağın da təkdə işlənməsi lazım idi. Cavabımız C variantı. 9-cu sual. Biri mürəkkəb cümlədir. Mürəkkəb cümlənin ən azı 2 qrammatik əsası olmalıdır bu şəkildə. Əhməd yazır, həm oxuyur. Kim eləyir bunu? Əhməd. Bir mübtəda var. Getdi. Valeh yazsa, əgər sağ varsa, onsuz da bu cümlə mürəkkəb cümlədir. Bunu seçdik. C variantında gördüyünüz kimi tamamlıq, mübtəda və xəbərdən ibarət olan sadə cümləni görürük. Avtobus dayandı və avtobus sərnişinləri yola saldı. Bu cümləmizdə yenə bir mübtəda var. Bakı böyüyür, Bakı inkişaf edir. Bir mübtəda var. Həmcins xəbərli sadə cümlələrdir onlar. Növbəti sualımıza baxaq və sonuncu sualımızdır bu. Yenə bir əməl yazı nümunəsi. Şəxsin əl yazısı ilə olmalıdır. Əvvəlcədən alınır. Sonda imza və tarix qeyd olunur. Əvvəlcədən alınır və şəxsin əl yazısı. Baxın, biz burada bu barədə 2 cavab verə bilərdik, izahat və ərizə, ancaq izahat əvvəlcədən alınmır. İzahat, məsələn, uşaq dərsə gecikdi, gəlmədi, izahatını tələb edirik və yaxud da işçi dərsə gəlmədi, daha doğrusu işə gəlmədi və biz bu zaman ondan izahat tələb edə bilərik. Amma əvvəlcədən alınan ki, yəni mənim sizdən bir ərz halım var, sizə sözüm var, mənə bu müddətə icazə verin, bax bu ərizədir və əl yazması ilə olmalıdır. Cavabımız B variantı. Beləcə, bugünkü izahımızı bitirdik. Ümid edirəm faydalı oldu. Növbəti izahlarda görüşənə də sağollaşıram. Hələlik.